Salam, hər vaxtınız xeyir. Mən Həvva Zamirli, FES Akademiyanın Azərbaycan dili və ədəbiyyat müəllimi. Bu videoda sizə MİQ və sertifikasiya imtahanına hazırlaşan müəllimlərə dəstək məqsədi ilə FES Akademiyanın nəşr olunmuş sınaq toplusundan 10 sualın izahını təqdim edəcəm. 1234 sualdan ibarət olan topluda həm Azərbaycan dili, həm də riyaziyyat fənni üzrə son illərdə qəbula düşən və qəbul tipli suallar təqdim olunub. Keçək ilk sualın izahına. Hansı cümlədəki təsviflənən feilin kökünə ıcı şəkilçisi artırılsa sifət yaranmaz? A variantında təsviflənən feil kəsdi feilidir və kəs sözünə ıcı artıranda kəsici sifəti yaranır. B variantında keçdi feilidir. Keçdi sözünün kökü keç feili, keçici sifəti yaranır. C variantında satdı sözündə kök sat feilidir, satıcı isim yaradır. Deməli, burada sifət yaranmaz. D variantında qırıcı, Y variantında yenə keçici, bunlar isə deməli yaranır. Bunlar da yaranır. C variantında yaranmır. İkinci suala baxaq. Hansı cümlədəki əvəzlik məna növünə görə digərlərindən fərqlidir? A variantında özünü mənsubiyyət və hal şəkilçisi qəbul etmiş təyini əvəzlik işlənib. B variantında kimsə qeyri-müəyyən düzəltmə əvəzlik işlənib. C variantında mürəkkəb əvəzlik var. Heç kim, bu da qeyri-müəyyən əvəzlikdir. D variantında hər şey qeyri-müəyyən əvəzlikdir. Bu da quruluşca mürəkkəb. Y variantında hamı qeyri-müəyyən sadə əvəzlik var. Demək, bizə lazım olan fərqli məna növünə aid əvəzlikdir. O da A variantındadır. Təyini əvəzlik. Üçüncü sualın izahına baxaq. Cümlələrin birində feil mübtədadır. Həyətdəki gülləri sulamağa çıxmışdı. Burada mübtəda buraxılıb o əvəzliyi. Mübtədası buraxılmış cümlə olduğu üçün burada mübtəda yoxdur. Həyatın ən böyük arzusu yaxşı müəllim olmaqdır. Həyatının ən böyük arzusu, buradakı mübtəda üçüncü növ ismi birləşməklə ifadə olunubdur. Feil deyil. Danışan şəxsin səsi bütün otağı bürümüşdü. Bürümüşdü şəxsin səsi. Bu üçüncü növdür. Yenə də ismi birləşmədir. Danışan isə bunun təyinidir. Deməli, burada yenə də feil mübtəda deyil. Dinləyənlər onun sözlərinə heyran qaldılar. Kimlər heyran qaldılar? Dinləyənlər. Feili sifət cümlənin mübtədasıdır, isimləşib. Cavabımız olacaq D variantı. Y-də isə yazmaq üçün hələ də ilham axtarırdı. Yenə burada o mübtədasını təsəvvür edirik. Mübtədası yoxdur. Buraxılıb. Ona görə də bu da cavab ola bilməz. Cavabımız olur D variantı. Cümlələrin birindəki bağlayıcı həm növünə, həm də quruluşuna görə digərlərindən fərqlidir. Baxaq, mən danışırdım, o isə qulaq asırdı. Deməli, buradakı bağlayıcı qarşılaşdırma bağlayıcısıdır, quruluşca sadə. B variantında amma, qarşılaşdırma sadə. C variantında ancaq qarşılaşdırma quruluşca sadə. D variantında lakin qarşılaşdırma quruluşca sadə. Y variantında madam ki şərt bağlayıcısı quruluşca mürəkkəb. Cavabımız olur Y variantı. Keçirik 5-ci sualın izahına. Cümlələrin birində təyin vəzifəsində işlənən feil tərkibinə görə kök leksik qrammatik sxemindədir. Deməli, təyin vəzifəsində işlənən feilin tərkibinə baxmalıyıq. A variantında yazılanların hamısı çox maraqlı və dəyərlidir. Burada təyin vəzifəsində feil yoxdur. Yazılanların hamısı mübtədadır. Maraqlı və dəyərli sözlər isə xəbərlərimizdir bizim. Ona görə də burada ümumiyyətlə təyin yoxdur. Çıxırıq. Bildiklərim mənə bu çətin vəziyyətdə kömək etdi. Nə kömək etdi? Bildiklərim mübtədadır. Kimə? Mənə tamamlıq. Çətin vəziyyətdə. Burada təyinimiz çətin sözüdür. Çətin isə feil deyil, demək sifətdən ibarət olan təyindir. Danışılan mövzular çox maraqlı idi və hər kəs diqqətlə dinləyirdi. Mövzular maraqlı idi, mövzular mübtəda maraqlı idi. Deməli, hansı mövzular? Danışılan mövzular. Feili sifət təyin vəzifəsindədir. Cavabımız olur C variantı. Çalışanların hamısı bu layihəni uğurla tamamladı. Burada yenə də təyin yoxdur. Feil burada ismi birləşmənin aslı tərəfindədir və bu da bütövlükdə mübtədanın ifadə vasitəsidir bu söz birləşməsi. Bu D variantı da deməli uyğun deyil. İşləyən yorğunluqdan əldən düşmüşdü. Əldən düşmüşdü frazeoloji feil xəbərdir. Kim əldən düşüb? İşləyən. Deməli, işləyən burada isimləşməyib, elə daha doğrusu isimləşib. Ona görə mübtədadır, təyin vəzifəsində deyil. Elə burada variant ola bilməz, cavab ola bilməz. Elə C variantını götürdük, quruluşuna baxmadıq. Gəlin bir də quruluşuna baxaq. Sözün kökü danışmaq.
ıl leksik, an qrammatik. Sxemə də uyğun gəlir. 6-cı suala baxaq. Tamamlığı isimlə ifadə olunmuş hansı cümlə ismi xəbərlidir? Ən böyük məqsədlərimizdən biri yarışdakıları məğlub etməkdir. Yarışdakıları məğlub etməkdir xəbər. Nə? Ən böyük məqsədlərimizdən biri. Daha doğrusu məqsədlərimizdən biri. 3-cü növ ismi birləşmə mübtəda. Hansı məqsədlərimizdən biri? Ən böyük məqsədlərimizdən biri. Deməli, burada tamamlıq olmadığı üçün tamamlığı isimlə ifadə olunmuş cümlə də yoxdur. Onun qərarı bizimkindən daha məntiqlidir. Məntiqlidir xəbər, onun qərarı mübtəda. Kimdən məntiqlidir? Daha doğrusu nədən məntiqlidir? Bizimkindən məntiqlidir. Deməli, isimlə ifadə olunmuş tamamlıq. Bizimki, sizinki sözləri isimdir, amma ki şəkilçisi daha çox hallarda sifət düzəldir. Dünənki, sabahki sözlərində sifət düzəldir, amma əvəzliklərə qoşulanda isim düzəldir. Hamınınki, bizimki, sizinki burada isim düzəldir. Nə sualına cavab verdiyi üçün? Cavab olur B variantı. Fikirlərini aydın şəkildə ifadə etməsi çox vacibdir. Nə vacibdir? Fikirlərini aydın şəkildə ifadə etməsi. Burada isə mübtəda və xəbər var. Deməli, tamamlıq yoxdur. Aldığımız müsbət enerjilər həyatımıza işıq gətirir. Nə işıq gətirir? Enerjilər hansı müsbət, hansı aldığımız? 2 təyin var. Nəyə işıq gətirir? Həyatımıza. Deməli, tamamlıq isimlə ifadə olunub. Amma feili xəbərlidir. Bizə lazım idi ismi xəbərli, elə B variantındakı cümlə demək ismi xəbərlidir. Onun sözlərinə heç vaxt inanmadım. Nəyə inanmadım? Onun sözlərinə. Bu cümlənin tamamlığı söz birləşməsi ilə ifadə olunub. Cavab oldu B variantı. İsmi xəbərli olmağı məsələsinə sonradan diqqət etdik və zaten elə B variantı şərtimizi ödəyirdi. Amma ismi xəbərli soruşulmasaydı, tamamlığı isimlə ifadə olunan burada həyatımıza D variantı da ola bilərdi. Amma bu feili xəbərlidir. Keçək 7-ci sualın izahına. Hansı cümlədə nida quruluşuna görə fərqlidir? Ay aman, deməli mürəkkəb nidamız var. Ah sadə, of sadə, vay sadə, ey sadə. Sual asandı və digər cümlələri tam şəkildə oxumağa ehtiyac duymadım. A variantında mürəkkəb nida var. 8-ci sualda hansı cümlədə numerativ söz sayla sifət arasında işlənib? Normalda bildiyimiz kimi numerativ sözlər sayla isim arasında gəlir və xüsusilə də müəyyən miqdar sayla isim arasında gəlir. Amma demək ki, saydan sonra sifət gəldiyi üçün ya ola bilər sayla isim arasında bir sifət daxil olub və yaxud da ola bilər ki, sifət özü isimləşib. Bu iki haldan biri baş verəcək. Baxaq, mən 2 qutu şokolad aldım. 2 qutu şokolad. Burada sifət yoxdur. Deməli, numerativ söz sayla isim arasında işlənib. Deməli, A variantı ola bilməz. 3 dənə kitabı oxumağa başladım. Burada da dənə sözü 3 və kitab sözlərinin arasında işlənib. Deməli, sayla ismin arasındadır. Bugün 5 nəfər yaralını xəstəxanaya gətirdilər. Bayaq dediyimiz hallardan biri də elə bu. Deməli, nəfər numerativ sözü 5 sayı ilə sifətin arasında işlənib. Yaralı sözü nitq səsi olaraq sifətdir. Burada amma isimləşib. Belə də verə bilərdi. 5 nəfər yaralı əskəri xəstəxanaya gətirdilər. O zaman da yenə deməli, sayla sifətin arasında gəlmiş olacaqdı. Cavabımız oldu C variantı. D variantına baxaq. 20 dəstə adam, deməli burada yenə isimlə say arasındadır. Y variantında 2 nəfər şagird yenə də isimlə say arasında gəlib. 9-cu sualın izahına baxaq. Hansı cümlə başlanğıc formada olan sözlə başlayır? Deməli, duyğularını ən gözəl şəkildə ifadə etməyin yolunu tapmışdı. Duyğularını sözü duymaq feilindən duyğu ismi, lar qrammatik, I qrammatik, N qrammatik. Deməli, 3 qrammatik şəkilçi var və başlanğıc formada deyil təbii ki. Ona görə A variantı olmaz. Çalışqanlıq və səbrin nəticəsi uğurdur. Çalış, çalışqan, çalışqanlıq. Deməli, başlanğıc formada olan sözlə başlayan cümləmiz elə budur. C variantında insanın sözü var, hal şəkilçilidir. D variantında həyatda hal şəkilçilidir. E variantında hər birimiz
imiz mənsubiyyət şəkilçili sözdür. Cavabımız olduğu B variantı. Sonuncu sualımızın da izahına baxaq. Deməli, sintaktik təhlil sxemi mübtəda, təyin, xəbər şəklində olan cümləni müəyyən edin. Səhvlər insanın daha yaxşı olmasına kömək edən həyat dərsləridir. Səhvlər mübtəda, insanın daha yaxşı olmasına kömək edən həyat dərsləridir. Həyat dərsləridir xəbər. Necə həyat dərsləridir? İnsanın daha yaxşı olmasına kömək edən. Deməli, mübtəda, təyin, xəbər sxeminə uyğun elə A variantı oldu. B-yə baxaq. Güclü iradə çətin vəziyyətlərdə belə irəliləməyə imkan verir. İradə mübtəda, güclü təyin, çətin vəziyyətlə imkan verir xəbər. Nəyə imkan verir? İrəliləməyə imkan verir. Daha doğrusu çətin vəziyyətlərdə belə irəliləməyə. Bütövlükdə tamamlıq olacaq. Çünki burada məsdər tərkibi var. Tərkiblər isə parçalanmaz. Demək oldu təyin, mübtəda, tamamlıq, xəbər. C variantına baxırıq. Sadiqlik insan qarşısındakı insanlara və dəyərlərinə qarşı olan bağlılığıdır. İnsanın qarşısındakı insanlara. Demək belə olacaq. Sadiqlik mübtəda, insanın bağlılığı. Deməli, burada yiyəlik hal burada başlayır, bağlılığı burada bitir. Ona görə bütövlükdə xəbər olacaqdı bu. İnsanın qarşısındakı insanlara və dəyərlərinə qarşı olan bağlılığı. İnsanın bağlılığı. Üçüncü növ ismi birləşmə sadəcə olaraq arasına çoxlu söz daxil olub, bütövlükdə xəbər götürüləcək. Mübtəda və xəbərdən ibarət cümlədir. D-yə də baxırıq. Dostluq həqiqi dəstək və qarşılıqlı anlaşma ilə möhkəmlənir. Dostluq mübtəda, möhkəmlənir xəbər. Onda qeyd edeyim ki, buradakı vergüllər olmamalıdır. Mübtədadan sonra vergülə ehtiyac yoxdur. O, bu əvəzlikləri ilə ifadə olunarsa, mübtədada vergül ola bilər. Bu halda isə ehtiyac duyulmur. Demək, dostluq mübtəda, möhkəmlənir xəbər. Nə ilə möhkəmlənir? Anlaşma ilə, tamamlıq. Necə anlaşma ilə? Qarşılıqlı anlaşma. Bir də nə ilə dəstəklənir? Möhkəmlənir, dəstəklə möhkəmlənir. Necə dəstəklə? Həqiqi dəstəklə. Deməli, burada dəstək sözündə lə qoşması ixtisar olunub. Demək, bu tamamlıqlar həmcins olduğu üçün həmcins üzvlərdə şəkilçilərin ixtisarı ola bilər. Əvvəlki həmcins üzvlərdə ixtisar olunur, sonuncuda isə saxlanılır. Qoşmalar da bu ixtisar olunan şəkilçilər sırasına daxildir. Belə, demək burada mübtəda, təyin, tamamlıq, xəbər. Cavabımız ola bilməz təbii ki. Y variantına da baxırıq. Ümid həyatda heç vaxt itirilməməli olan ən güclü motivasiyadır. Ümid mübtəda, motivasiyadır xəbər. Güclü motivasiyadır, güclü təyin. Həyatda heç vaxt itirilməməli olan fe'li sifət tərkibi də cümlənin təyinidir. Burada mübtəda, təyin, xəbər. 2 təyin var. Ona görə bu da cavab ola bilməz. Düzgün cavabımız oldu A variantı. Demək, yeni toplumumuzdan 10 sualın izahı bu qədər. Ümid edirəm faydalı oldu. Növbəti videolarda görüşənədək.